bakışlarını ben çekilerden akışlarını günlere gel olmuş baştaşlarını namusunu geyletmiş taşını Açıq havada yarış edəcəm zabitlə, inşallah. Hörmətli tədbir iştirakçıları, bildiyiniz kimi bu günləri bura yığışmağımızın səbəbi 1 iyun 2025-ci tarixdə Qazax Olimpiya İdman kompleksində 28 may müstəqillik gününə həsr olmuş kickboksing üzrə açıq qəf kubokunda iştirak etmiş Ağcabədi Kickboks Federasiyasının Ağcabədi filialının Kəhrizli bölməsinin idmançıların təltif etmək üçün yığışmışıq ki, Şəhidlər Xiyabanımızda bu gözəl gül balaları, çempionları təbrik edək. Çünki onlar bu yarışa gedəndə özləri bu fikrə gəldilər ki, bu yarışı şəhidlərimizin xatirəsinə həsr etsinlər. Və Allaha da şükür 5 iştirakçı ilə yarışa qatılıb Ağcabədi Kickboks Federasiyasının Ağcabədi filialının Kəhrizli bölməsi və 5 də medalla qayıtmışıq. Şükürlər olsun, hər birinizə təbrik edirəm Kəhrizli cəmaatını, eləcə də bu gözəl balaların valideynlərini təbrik edirəm. Gün o gün olsun ki, səsləri, soraqları böyük-böyük yarışlardan gəlsin və həmişə də şəhidlərimizin xatirəsini uca tutsunlar. Çünki bugünkü gün müstəqil Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin olunmuş Azərbaycan Respublikasında keçirilən bu gözəl yarışlar üçün, gözəl tədbirlər üçün hamımız şəhidlərə borcluyuq. Allah cəm şəhidlərimizə rəhmət eləsin. Şəhidlərimizin xatirəsini yad eləyək. Allah rəhmət eləsin. Təbrik üçün idmançıları dəvət edirəm. Azərbaycan Respublikası Veteranlar Şurasının üzvü, Kəhrizli Kənd Veteranlar Şurasının sədri Ağılorov Əmir. Buyursun. Bütün tədbir iştirakçıları təbrik edirəm. Gələcəkdə də uğurlar qazanmaq üçün bütün uşaqlara təbrik edirəm. Sağ olsunlar ki, kəndimizin adı müstəqillik günündə belə ucaldıqlar. Həmişə belə qələbələrlə. Sizə uzun ömür, can sağlığı, ondan da uğurlu qələbələr arzu edirəm. Sağ ol. Əliyev Uğur buyursun. Əliyev Uğur'u təbrik eləyir. Əmir dayısı təbrik eləyir. Alqışlar gəlsin idmançılarımızın şərəfinə. Daha da gözəl nailiyyətlər əldə edəsiniz inşallah. İndi isə Quliyev Elcanı həm təbrik etmək üçün, həm də gənclərə örnək nəsihət vermək üçün Elcanın babası Şükürov Cabir. Hamınızı xoş gördük. Şəhidlərimizə Allah rəhmət eləsin. Bugün gənclərimiz, balalarımız qələbə ilə qayıdıblar. Onları təbrik edirik. Şəhidlərimizə Allah rəhmət eləsin. Bu balalarımıza da uzun ömürlər, bol uğurlar. Təbrik edirik. Sağ olun. Elcan Quliyev, buyur. Uğurlar arzulayırıq Elcan. İsmailov Elcan'a təbrik etmək üçün babası Nizam müəllim buyursun. Həm də 1-ci Qarabağ Savaşının iştirakçısıdır, keçmiş hərbçisidir. Buyursun. Həm də ürək sözlərini işlək. Hörmətli tədbir iştirakçıları, bugün bizim üçün çox sevindirici haldır ki, biz idman sahəsində əldə etdiyimiz sevinci, qələbəni yaşayırıq. Biz bu işə görə Vüqar müəllim sizə öz minnətdarlığımızı bildiririk. Sizə uzun ömür, can sağlığı. Arzu edirik ki, sizin gələcək tələbələriniz, gənc idmançılar dünya arenasında həmişə öz sözlərini demiş olsun.
bir daha təbrik edirəm. Çox sağ olun. Buyurun. İsmailov Elcan, buyursun. Təbriklər Elcan. Davamlı olsun. Şükür Allaha ki, dünya arenasında da sözündəyən tələbələrimiz var. Allah hər birinə daima uğur nəsib eləsin. Allah'tan elə bir qismət olar ki, dünyanın bütün o böyük ölkələrindən o uşaqların səsləri gələr. Allah sizə uzun ömür versin. O balalara da uğurlar arzulayıram. Səsləri daha da böyük idman zallarından gəlsin. Dünya çempionu olsunlar. Sağ olun. Qurzadə ağalı buyursun. Bunlar həm də baba-bala adaşdılar. Allah qorusun. Hüseynli Teymurov təbrik etmək üçün şəhid qardaşı, 1-ci Qarabağ Savaşı'nın iştirakçısı Qəhrəmanov Qədir buyursun. Allah bütün şəhidlərimizə qəni-qəni rəhmət eləsin, qazilərimizə şəfa versin Allah Teala Azərbaycanın bayrağını daim uca eləsin. Vüqar müəllim, Allah səndən razı olsun. Sənin yetişdirmə tələbələrin çoxdur. Allah daha da çox eləsin. Daha da bu gəncləri mən təbrik edirəm. Bunlara uzun ömür, can sağlığı. Allah sənin də atana rəhmət eləsin ki, belə təbirləri yaradırsan, belə idman kompleksin sən yaratırsan. Çox sağ olun müəllim. Teymur, buyur. Təbrik edirəm. Çox Təbriklər. Mən istəyərdim ki, burada Qarabağ Savaşı'nın iştirakçıları iştirak edir. Mütəllim dahi buradadır. Salamlayıram və istəyərdim onu da bir rəsmi mütəllim dahi. Allah tamam şəhidlərimizə rəhmətli verir. Bu cavan idmançılarımıza uğurlar arzulayırıq. Sağ olun mütəllim. 1-ci Qarabağ Müharibəsinin veteranı Əliyev Atamoğlu. Buyursun. Mən də bütün Qarabağ müharibə veteranlarına can sağlığı, şəhidlərə Allahdan rəhmət diləyirəm, qazilərə can sağlığı versin. Bu gənclərin də gələcəyi uğurlu, parlaq olsun. Onların səsləri yüksək arenalardan gəlsin qardaş. Gün uyğun olsun, dünya çempionlarının səsini eşidətdilər. Allah canlarını sağ eləsin, Vüqar müəllim. Allah sənin də canını sağ eləsin. Bu tədbiri təşkil elədiyinə görə çox minnətdarıq sizə. Sən bizim fəxrimizsən, canımızsan, ciyərimizsən. Çox sağ ol qardaş. Allah ömrünü uzun eləsin. Sağ olun. Mən də sağ olun ki, bugünkü gün burada iştirak edirsiniz. Bu gözəl balaları tək qoymadınız, bizləri tək qoymadınız. Mən arzulayıram ki, çox belə tədbirlərdə yox, elə daima şəhidləri xatırlayaq. Və mən də öz boynuma düşəni çalışacağım ki, nə düşür edim ki, nə qədər etsə yazdı, onun stolların borcundan çıxmaq olmaz. Şəhidlərin nə qədər canımızda can var, biz xatirəsini unutmayaq ki, bizdən sonrakılar da unutmasın. Nəsildən nəsilə ötürülsün. Çünki bugünkü gün nə tədbir ediriksə, subaylarımıza toy ediriksə, Allah xoşbəxt eləsin. Belə gözəl yarışlar keçirdiriksə, gözəl Qarabağda quruculuq işləri gedirsə, bu saatki gündə, qaçqınlarımız, köçkünlərimiz öz yurduna qayıdırsa, biz şəhidlərə borcluyuq. Onların qanı canı bahasına ürəkli addımlayırıq. Artıq cəmaatımız bizim kənddən də Xan kəndinə, Şuya gəzməyə gedir, ziyarətə gedir. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Başqa kimin sözü istəyi varsa, buyuru varsun bildirə bilər bu gözəl gündə. Buyur Eldəniz, buyur ona demək. Buyur gəl, sən də işlə. Fəxr edirik ki, gələcək övladlarımızın hüququnu qoruyursan. Allah şəhidlərimizə rəhmət eləsin, xalqımıza bir ilə belə can sağlığı versin. Sənə təşəkkür edirəm, minnətdarıq. Çox sağ ol. Sağ olun. Siz də hər biriniz var olun. Hökm deyil ki, bu cavan balalar sabahın əskəridirlər. Hökm deyil ki, hamısı idmançı olsun, dünya çempionu olsun. Amma odur ki,
öz hüquqlarını daim müdafiə eləsinlər, vətənimizin daim keşiyində durmağa bacarsınlar. Həyatda nə işdə, nə vəzifədə olursa olsunlar, həmişə birinci şəhidlərimizin xatirəsini həmişə yad edən cavanlardan olsunlar böyüdükcə. Ondan sonra da idman onsuz da onlara idman tək döyüşmək demək deyil. İdman sağlamlıqdır. Sağlam bədəndə sağlam ruh olar. Bir daha Allahdan şəhidlərimizə rəhmət diləyirik və Azərbaycan Kickboks Federasiyasının Ağcabədi Birliyi İdman Klubunun, eləcə də Kəhrizi bölməsinə daima uğurlar arzuluyoruz ki, uğurlarımızla cəmaatımızı sevindirək. Allah bu gözəl balaları qorusun. Bir daha şəhidlərimizə Allah rəhmət eləsin. Bayrağımız həmişə dalğalansın zirvələrdə. Çox sağ olun, var olun.